Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə 10 fevral tarixində Azərbaycan ərazisində hava şəraiti kəskin dəyişəcək. Xidmətin proqnozuna əsasən bütün şəhər və rayonlarda arabir qar və sulu qar yağacağı, bəzi ərazilərdə yağıntının intensiv olacağı gözlənilir. Dağlıq və dağ ətəyi ərazilərdə gecə şaxta, gündüz temperaturu isə 0,5 dərəcə civarında olacaq. Güclü külək və duman xüsusilə sürücülər üçün çətin şərait yarada bilər. Ağcabədi, arabir qar və sulu qar. Gecə 0,2 dərəcə, gündüz 5-7 dərəcə, külək arabir güclü. Ağdam, arabir qar, bəzi yerlərdə intensiv. Gecə 0,2 dərəcə, gündüz 5-6 dərəcə. Ağdaş, arabir qar və sulu qar. Gecə 0,1 dərəcə, gündüz 5-6 dərəcə. Ağstafa, arabir qar. Gecə 0,1 dərəcə, gündüz 5-7 dərəcə. Ağsu, arabir qar və duman. Gecə 0,1 dərəcə, gündüz 5-7 dərəcə. Astara, qarla qarışıq sulu yağış. Gecə 0,3 dərəcə, gündüz 5-8 dərəcə. Babək, arabir qar. Gecə -2,0 dərəcə, gündüz 2-5 dərəcə. Balakən, arabir qar və sulu qar. Gecə -1,1 dərəcə, gündüz 4-6 dərəcə. Bərdə, arabir qar, bəzi yerlərdə intensiv. Gecə 0,2 dərəcə, gündüz 5-7 dərəcə. Beyləqan, arabir qar. Gecə 0,2 dərəcə, gündüz 5-7 dərəcə. Biləsuvar, arabir qar və sulu qar. Gecə 0,3 dərəcə, gündüz 5-8 dərəcə. Cəbrayıl, arabir qar, bəzi yerlərdə duman. Gecə 0,2 dərəcə, gündüz 5-6 dərəcə. Cəllabad, arabir qar və qarla qarışıq sulu yağış. Gecə 0,3 dərəcə, gündüz 5-8 dərəcə. Daşkəsən, arabir qar. Dağlıq ərazilərdə gecə -3-dən -5 dərəcəyə qədər, gündüz 0-dan 2-yə qədər dərəcə. Füzuli, arabir qar və sulu qar. Gecə 0-dan 2-yə qədər dərəcə, gündüz 5-dən 7-yə qədər dərəcə. Gədəbəy, arabir qar. Dağlıq ərazilərdə gecə -2, -4 dərəcə, gündüz 1-3 dərəcə. Goranboy, arabir qar. Bəzi yerlərdə intensiv. Gecə 0,2 dərəcə, gündüz 5-7 dərəcə. Göyçay, arabir qar və sulu qar. Gecə 0,1 dərəcə, gündüz 5-7 dərəcə. Qoyqol, arabir qar. Dağlıq ərazilərdə gecə -2,0 dərəcə, gündüz 2-5 dərəcə. Hacıqabul, arabir qar və sulu qar. Gecə 0,2 dərəcə, gündüz 5-7 dərəcə. Xaçmaz, arabir qar. Bəzi yerlərdə duman. Gecə 0,2 dərəcə, gündüz 5-7 dərəcə. Xızı, arabir qar. Gecə 0,1 dərəcə, gündüz 5-7 dərəcə. Xocalı, arabir qar. Dağlıq ərazilərdə gecə -3, -6 dərəcə, gündüz 0,2 dərəcə. Xocavənd, arabir qar. Bəzi yerlərdə intensiv. Gecə 0,2 dərəcə, gündüz 5-6 dərəcə. İsmayıllı, arabir qar. Dağlıq ərazilərdə gecə -2,0 dərəcə, gündüz 2-4 dərəcə. İmişli, arabir qar və sulu qar. Gecə 0,2 dərəcə, gündüz 5-7 dərəcə. Kəlbəcər, dağlıq ərazilərdə qar. Gecə -5, -8 dərəcə, gündüz 0,2 dərəcə şaxta. Kəlbər, dağlıq ərazilərdə qar. Gecə -5-dən -8-ə qədər dərəcə, gündüz 0-dan 2-yə qədər dərəcə şaxta. Kəngərli, arabir qar. Gecə 0-dan 2-yə qədər dərəcə, gündüz 5-dən 7-yə qədər dərəcə. Kürdəmir, arabir qar, sulu qar ehtimalı. Gecə 0,2 dərəcə, gündüz 5-7 dərəcə. Qəbələ, arabir qar. Dağlıq ərazilərdə gecə -3, -5 dərəcə, gündüz 0,2 dərəcə. Qax, arabir qar. Gecə -2,0 dərəcə, gündüz 2-4 dərəcə. Qazax, arabir qar. Bəzi yerlərdə duman. Gecə 0,2 dərəcə, gündüz 5-7 dərəcə. Quba, arabir qar. Gecə 0,2 dərəcə, gündüz 5-7 dərəcə. Qubadlı, arabir qar və sulu qar. Gecə 0,2 dərəcə, gündüz 5-6 dərəcə. Qusar, arabir qar. Bəzi yerlərdə duman. Gecə 0,1 dərəcə, gündüz 4-6 dərəcə. Laçın, dağlıq ərazilərdə qar. Gecə -4, -7 dərəcə, gündüz 0,2 dərəcə. Lənkəran, qarla qarışıq sulu yağış. Gecə 0,3 dərəcə, gündüz 5-8 dərəcə. Lerik, arabir qar. Şuşa, dağlıq ərazilərdə qar. Gecə -4, -7 dərəcə, gündüz 0,2 dərəcə. Şəmkir, arabir qar və sulu qar. Gecə 0,2 dərəcə, gündüz 5-7 dərəcə. Tərtər,
Arabir qar, bəzi yerlərdə duman, gecə 0-2 dərəcə, gündüz 5-6 dərəcə. Ucar, arabir qar, gecə 0-2 dərəcə, gündüz 5-7 dərəcə. Yardımlı, arabir qar dağlıq ərazilərdə, gecə -1-1 dərəcə, gündüz 4-6 dərəcə. Yevlax, arabir qar və sulu qar, gecə 0-2 dərəcə, gündüz 5-7 dərəcə. Zəngilan, dağlıq ərazilərdə qar, gecə -3-dən -5-ə qədər dərəcə, gündüz 0-dan 2-yə qədər dərəcə. Zaqatala, arabir qar, gecə -1-dən 1-ə qədər dərəcə, gündüz 4-dən 6-ya qədər dərəcə. Zərdab, arabir qar və sulu qar, gecə 0-2 dərəcə, gündüz 5-7 dərəcə. Sədərək, arabir qar, gecə 0-1 dərəcə, gündüz 4-6 dərəcə. Çufa, arabir qar, gecə 0-1 dərəcə, gündüz 4-6 dərəcə. Ordubad, arabir qar dağlıq ərazilərdə, gecə -2-0 dərəcə, gündüz 2-4 dərəcə. Babək, arabir qar, gecə 0-1 dərəcə, gündüz 4-6 dərəcə. Kəngərli, arabir qar, gecə 0-2 dərəcə, gündüz 5-7 dərəcə. Bakı, arabir sulu qar və qar, gecə 1-4 dərəcə, gündüz 2-4 dərəcə. Külək güclü. Gəncə, arabir qar, gecə 0-2 dərəcə, gündüz 5-7 dərəcə. Sumqayıt, arabir qar və sulu qar, gecə 1-3 dərəcə, gündüz 2-4 dərəcə. Lənkəran, qarla qarışıq sulu yağış, gecə 0-3 dərəcə, gündüz 5-8 dərəcə. Mingəçevir, arabir qar və sulu qar, gecə 0-2 dərəcə, gündüz 5-7 dərəcə. Naftalan, arabir qar, sulu qar ehtimalı, gecə 0-2 dərəcə, gündüz 5-7 dərəcə. Şirvan, arabir qar, bəzi yerlərdə duman, gecə 0-2 dərəcə, gündüz 5-7 dərəcə. Şəki, arabir qar, dağlıq ərazilərdə gecə -3-dən -5 dərəcəyə qədər, gündüz 0-dan 2-yə qədər dərəcə. Yevlax, arabir qar və sulu qar, gecə 0-dan 2-yə qədər dərəcə, gündüz 5-dən 7-yə qədər dərəcə. Naxçıvan, arabir qar, gecə 0-1 dərəcə, gündüz 4-6 dərəcə. Quba, arabir qar, bəzi yerlərdə duman, gecə 0-2 dərəcə, gündüz 5-7 dərəcə. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Azərbaycanın bütün ərazisində qış havası hökm sürəcək. Qar, sulu qar, güclü külək və buzlanma həm şəhər, həm də rayon sakinləri üçün hərəkəti çətinləşdirə bilər. Sürücülər və piyadalar ehtiyatlı olmalıdır. Daha operativ xəbərlər üçün səhifəyə abunə olun.